isə Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti Haris Abdullayevə söz verir. Mən də öz növbəmdə hər kəs salamlayıram. Əziz gəncələr, əziz Azərbaycanlılar, biz Bakıdan öz tələbələrimizlə bu tədbir üçün gəlmişik. Çox sağ olun ki, dəvət eləmişsiniz. Sizlərə həm Real Aikido ailəsinin, idmançılarının, məşqçi kollektivinin salamını çatdırıram. Eyni zamanda Beynəlxalq Real Aikido Federasiyası prezidenti 7-ci Ankara Kəmər Ustası İqor Petroviçin də salamını xüsusən Nəbi Vural Hocaya çatdırırıq və eyni zamanda sizlərə də uğurlar arzu edir. Bugünkü tədbirdə iştirak etdiyindən o da xəbərdardır. Ümumiyyətlə, mən istəyirəm xüsusi təşəkkür Nəbi Vural Hocaya edir. Çünki illərdir, yəni mən uşaq olan vaxtda onu həmişə Bakıda və Gəncədə seminар verən görmüşəm. Və Nəbi Vural Hoca Aikidonun inkişafında çox önəmli şəxslərdən biridir. Nəinki Azərbaycan, dünya üzrə də həqiqətən də davamlı xidmətlərini göstərməkdədir. Və Azərbaycana olan sevgisini daim biz hiss edirik, o doğmalığı, mehribanlığı ondan həmişə hiss edirik və eyni zamanda da biz də qarşılıqlı ona bu rəğbəti bəsləyirik. Onu da demək istəyirəm ki, dünyada çox hər kəs bilir ki, Aikido stilləri var, Aikido təşkilatları var. Amma hər stil, hər idman məktəbi bizim kimi bir ola bilmir. Mən çox fərq edirəm ki, Real Aikido və sizin Aikido təşkilatı əməkdaşlıq edir, birik, mehribanlıq, idman ümumiyyətlə sağlamlığı, mehribançılığı, birliyi tərənnüm edir, təmsil edir. Odur ki, hər birinizə təşəkkür edirəm. Dəvətiniz üçün də çox sağ olun, gücümüz birliğimizdə. Minnətdarım. Mən də sizə təşəkkür edirəm Fuad müəllim. Fuad müəllim illərdir Aikido ilə məşğul oluruz, bilirsiniz. Bacarığı, yəni qısa demək istəyirəm ki, bacarığı göz qabağıdır. Hər kəs tanıyır. Ona görə də Fuad müəllim, mən sizə təşəkkür edirəm. Dostumuz, qardaşımız ki, əziyyət çəkdin gəldi. Çox sağ olun. Teşekkür ederim Faris Bey.